IELTS imtahanı nədir? IELTS imtahanı tələbələrin ingilis dilində bilik və bacarıqlarını təyin etmək üçün nəzərdə tutulmuş beynəlxalq imtahan növüdür. IELTS sertifikatı nə üçün yararlıdır? IELTS sertifikatı xarici ölkələrdə bakalavr, həmçinin magistratura təhsili almaq üçün nəzərdə tutulmuş sertifikat növüdür və həmçinin ADA Universitetində bakalavr təhsili almaq istəyən tələbələr SAT balı varsa, IELTS sertifikatı vasitəsilə də ADA Universitetində bakalavr təhsilinə başlaya bilərlər və həmçinin ADA məktəbinə müraciət edə bilərlər. IELTS Academic və IELTS General arasındakı fərq. IELTS Academy xarici ölkələrdə universitetdə təhsil almaq üçün tələb olunur. Lakin IELTS General iş yerlərində miqrasiya, işəgötürən şirkətlər tərəfindən tələb olunan sertifikat növüdür. IELTS imtahan müddəti nə qədərdir? İmtahan müddəti ümumi olaraq 2 saat 45 dəqiqə davam edir. Birinci bölmə listening 30 dəqiqə, reading 60 dəqiqə, writing 60 dəqiqə, speaking isə 11-14 dəqiqə davam edir. IELTS sertifikatı nə qədər müddətdə yararlıdır? Bu sertifikatın yararlılıq müddəti 2 ildir. IELTS imtahanında yüksək nəticə əldə etmək istəyən tələbələrə nə tür tövsiyələr edə bilərsiniz? Tövsiyəm odur ki, hər gün podkastlar dinləsinlər, ingilis dilində mütaliələr eləsinlər və söz bazalarını gücləndirsinlər. Real imtahanlar üzərində məşq eləsinlər ki, bu onları real nəticələrə yaxınlaşdırır. Və burada davamlılıq əsas şərtdir. Əlavə nə sualınız olarsa, buyurub direktə və yaxud da kommentə yaza bilərsiniz. Hər kəsə uğurlar.